Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə 92-170 marşrutlarından hardasa 250-300 metr məsafədə, gözəl bir səviyyəli məhəllədə, 3 sotun içində 2 mərtəbəli, manatla iş olunmuş, tam təmərriz, səviyyəli, yaşamaq üçün gözəl bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Nəzərinizə çatdırım, hörmətli izləyicilər. Bax, gördüyünüz kimi həyətinə rahat 3-4 maşın daxil ola bilər. 3 sotun içindədir. Giriş darvazası pultdan idare olunur. Əlavə əl qapısı var. Həyətində belə sərgəli səhmanlı belə qəşəng gülü çiçəyi var. Ev sahibi gözəl bir şərait yaradıb evdə. Burada besetkası var. Gördüyünüz kimi, hörmətli izləyicilər. Yayda zatda oturmaq üçün ev sahibi belə gözəl şərait yaradıb. Nəzərinizə çatdırım. Ev satış üçün tikilsə də, ev çox səviyyəli, tam standartlara uyğun inşa olunub, üzü ağlardaşlarla üzlənib. Gördüyünüz kimi evin bu xarici görünüşüdür. Keçən evin içindən tanış olaq. Ev ideal vəziyyətdə təmir olunub. Gəl alt gir içinə. Bir dənə mətbəx məni belə yığdıracaqsınız. Girən kimi bax, birinci mərtəbə istipol. Səviyyəli evdir. Boyları zövqlə yığılıb. Həqiqətən ev çox gözəl səviyyəli evdir. Ev almaq istəyənlər üçün təşkim budur. Tək bütün müştərilərimizə belə gözəl evlər qismət eləsin. Bura geniş bir mətbəxdir. Mətbəx istipol. Yuxarılar görsə sadə yığılır. Çox belə elə bir figurlara üstünlük verilməyib. Geniş pəncərələr şəbəkə ilə. Gördüyünüz kimi, hörmətli izləyicilər. 7 otaqdır özdə. Bura qonaq otağıdır. Qonaq otağı da gördüyünüz kimi gözəl, səliqəli, səhmanlı, təmir olunub, səliqəli, təmir olunub. Yuxarı tavanlar gördüyünüz kimi səliqəli, yəni sadə tavanlardır. 2 dənə otaq aşağıda. Baxın, burada 2 otaq, 1 otaq buradadır. Aşağıda elə bir hörmətli izləyicilər, 2 dənə yataq otağı var da, yaşlı adamdan aşağı yuxarı qalxmaq üçün ən əlverişli şərait yaradıb ev sahibi burada. Yataq otağı düzəldir aşağıda 2 dənə. Burada da bir dənə hardasa 14-15 kvadratlı bu yataq otağıdır. Pəncərələrindən də tam rahat evin içinə işıq düşür, havalanmaya tam uyğundur. Dəhlizin sonunda burada gördüyünüz kimi sanuzel hissəsidir. Aşağıda bir zal, 2 dənə də yataq otağı gördüyünüz kimi. Keçən evin 2-ci mərtəbəsindən tanışıq. Bax, bu 1-ci mərtəbə var, hamısı istipoldur. Bunu nəzərinizə çatdırın. Zal, mətbəx, otaqlar, hamısı, hörmətli izləyicilər, istipoldur. Qalxırıq buradan. Bu əl tutacaqları görsünüz, hamısı dəmirdən yığılıb, keyfiyyətli materiallardan yığılıb. Əldən düzəlmədi. Yəni, alınma deyil ki, nəzərinizə çatdırım ki, ara mərtəbəsi beton monolitdir. Qalxan kimi 4 otaqda yuxarıdadır. Çıxan kimi yuxarıda 2-ci mərtəbənin sanuzeldir. Yuxarılar asma tavandan yığılıb. 2-ci mərtəbədə özdə istipoldur. Nəzərinizə çatdırın. Burada bir yataq otağı. Bir dənə də burada geniş bir 4-ün hardasa təxmini bir 5-56 metrə yaxın bir yataq otağıdır. Gördüyünüz ki, otaqları çox geniş, ürək açan, əlverişli. Çox geniş otaqlar var. Kim istəsə gəlib gəlir, geniş otaqlı ev istəyənlər üçün ən əlverişli bir evdir. Burada yenə bir gördüyünüz kimi 24 kvadrata yaxın, 20-22 kvadrat rahat var, 22 kvadrat rahat var. Geniş yataq otağıdır. Bir yataq otağı da burada. Sonunda da hörmətli izləyicilər, buradan da balkona çıxırıq. Balkonda görürsünüz, hörmətli izləyicilər. Həyətdə bir dənə buradan ətrafı çəkirəm, 2-ci mərtəbənin yuxarıdan. Görürsünüz, həyətin genişliyi göz qabağında. Rahat 4 dənə maşın yerləşdirmək olar bura. 3 sotun içindədir. Hörmətli izləyicilər, kimlərsə evə satmaq istəyirsə, 055-389-38-08 nömrəsindən əlaqə saxlayın, evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, Facebook'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymət evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları götürməyin yaddan çıxmasın zəif vuran zaman.
Bəyənməyi unutmayın. Abunə olmağı unutmayın ki, hörmətli izləyicilər. Hər satışa çıxan evlərdən xəbərdar olasınız. Mütləq bəyənin ki, ev axtaranlar üçün ən əlverişli olsun. Hamıya bu reklamlar çatsın, hörmətli izləyicilər. Evin qiyməti nəzərinizə çatdırım ki, 245 mindir. Sənədi bələdiyyə, sənədidir, arxividir, ilkin sənəddir, kupça almaq üçün ən əlverişli sənəddir, ilkin sənəddir. 245 min start qiymətdir. Real alıcı olsa endirim olmağına olacaq birbaşa. Sahibi ilə görüşəcəksiniz, son söz hörmətli izləyicilər, ev sahibi deyəcək. Çox gözəl, səliqəli bir evdir, hörmətli izləyicilər. 245 min start qiymət. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik ki, Allah olmayanlara gözəl evlər qismət eləsin, Allah alan da xeyir versin, Allah satana da. Amin.